Bədənimizdəki ən sadə proseslərin belə həyata keçməsi üçün duza ehtiyac var. Bəli, duz həyat deməkdir. Bəs duz olmasaydı necə olardı? Bu haqda heç düşünmüsünüz? İndi bu mövzu haqqında hazırladığımız qısa filmi izləyək. Duz xörəklərin, çörəyin və digər qida məhsullarının hazırlanmasında istifadə olunur. Duz olmasaydı, hazırlanan məhsullar dadsız olardı. Ancaq ən əhəmiyyətlisi, biz nə zehni, nə də fiziki fəaliyyətləri yerinə yetirə bilərdik. Bir stəkan su içərkən belə, ehtiyacımız olan zehni və fiziki proseslərin baş verməsi üçün sinirlərə milyonlarla siqnal göndərilir. Duz beyindən gələn siqnalların əzələ və orqanlara çatdırılmasında rol oynayır. Mayeyə verdiyi ötürücülük xüsusiyyəti sayəsində orqanizmdə xəbərləşmə sistemi təmin olunur. Düşünmək, danışmaq və hərəkət edə bilmək üçün lazımi zəmin hazırlanır. Bir sözlə duz olmasaydı nə düşünə, nə də hərəkət edə bilərdik. Hətta orqanizmdə duzun az olması belə müxtəlif funksiyaların pozulmasına səbəb olur. Duzun miqdarı azaldıqda, yəni 0,2 qramdan az olduqda tərləmə, ürək bulanması, yorğunluq, bədənin elastikliyinin itməsi, dərinin quruması, təzyiqin aşağı düşməsi və qan dövranı sisteminin pozulması kimi problemlər ortaya çıxır. Duz sağlam yaşamağımız üçün Allahın bizə lütf etdiyi ən əhəmiyyətli nemətlərdən biridir.